Bismillahirrahmanirrahim. Qardaşlar, belə bir sual göndəriblər. Sualda deyilir ki, Qamət Süleymanov sizin ünvanınıza nalayiq sözlər söyləyir. Cəmaata sizin kitablarınızı oxumağı və xütbələrinizi dinləməməyi tövsiyə edir. Buna görə onu həddadi hesab etmək olarmı? Sualın cavabı belədir. Xeyr. Biz ona həddadi deyə bilmərik. Çünki onda həddadiliyi görməmişik. Bunu deməyə əlimizdə heç bir əsasımız yoxdur. Biz 25 ildir ki, onu tanıyırıq. Şeyx Səlim onu sələfin mənhəcinə dəvət etdiyi gündən indiyədək, o, həmin dəvəti yaydığını iddia edir. Yəni, sələf dəvətini. Lakin, bizim sizə nəsiyyətimiz budur ki, tutduğu məqamdan aslı olmayaraq, əgər elm əhli dediyi sözü Allahın və onun Rasulunun sallallahu aleyhi və səlləmin sözü ilə, üstəlik sahabələrin yekdil rəyi ilə əsaslandırırsa, onda ondan 2.50 yapışın. Necə ki, Əli ibn Əbi Talib radiyallahu anh deyir, haqq kişilərə görə tanınmır, əksinə kişilər haqqa görə tanınır. Haqqı bil, ona əməl edənləri tanıyacaqsan. Yox, əgər adam, mən demişəm, biz demişik və s. bu kimi cəfəngiyyatlar danışırsa, onun sözünü çırpın divara. Necə ki, 4 məzhəb aliminin 4'ü də eyni nəsiyyət etmiş və onlardan hər biri öz tələbələrinə belə demişdir. Əgər mənim sözüm Rasulullah sallallahu aleyhi və səlləmin sözünə zidd olarsa, onu vurun divara və Rasulullah sallallahu aleyhi və səlləmin sözünü götürün. Alimlərin sözündən gün kimi aydındır ki, elm əhli dediyi sözü əsaslandırmalıdır. Nəfsi istəyi ilə danışmamalıdır. Yox, əgər görsəniz ki, o sözü divara vurduqda özünüzə tərəf qayıdır. Yəni, daha böyük fəsadlar meydana gəlir. Sizi şərləyirlər, adınız qəzetlərdə və saytlarda hallanır. Onda susun. Qoy öz əleyhinə nə qədər danışır, danışsın. Çünki əgər beləsinin danışdığının bizə aidiyyəti yoxdursa, danışdıqlarının hamısı öz əleyhinədir. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi mələk olmasın. O ki, qaldı barəmizdə deyilən nalayiq sözlərə, Dəccala, Leninə və s. bənzətmələrə, buna görə biz narahat deyilik. Tarix boyu belə şeylər olub. Çünki onların bizə pis ləqəblər verdiyinə görə, Allahın bizə olan münasibəti dəyişən deyil. Bizi narahat edən yalnız Allahın bizə olan münasibətidir. Biz Allahdan diləyirik ki, Allah bizim günahlarımızı bağışlasın, bizə rəhm etsin və bizi sevdiyi qullarının cərgəsinə daxil etsin. Müsəlmanın başqa bir müsəlmanı pis ləqəblə çağırması necə də pisdir. Bunu uca Allah qətiyyətlə pisləyir və möminlərə xitab edib buyurur, bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlardır. Ayədən açıq aydın başa düşülür ki, bunu edənlər fasiq adamlardır. Nəsiyyətimizə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bu hədisi ilə son verək. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə deyir, sizə ən pisiniz barədə xəbər verimmi? Onlar bəli deyə cavab verdikdə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, söz gəzdirənlər, dostların arasını vuranlar və təmiz adamlara şər yaxanlar. Hədisdən açıq aydın başa düşülür ki, bu xislətləri özündə daşıyan kimsə də müsəlmandır. Lakin, müsəlmanların ən pisidir. Allah onlara hidayət versin və nə qədər ki, canları boğazlarına yetişməyib, onlara tövbə edib, islah olmalarını nəsib etsin. Subhanək Allahumma və bihamdik,
Əşhədü ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.